Salam müəllimlər, indi isə mən sizə ətin mexanikin emal texnologiyası 7-ci sinifin 22-ci mövzusu haqqında danışacağam. Ət yüksək qidalıq və dad keyfiyyətlərinə görə əvəz edilməz məhsul hesab edilir. Belə ki, insan orqanizmində ən çox istifadə edilən və tələb olunan ərzaqdır. Ətin qida dəyəri onun bol miqdarda heyvan zulanlı və yağın daşıyıcısı olması ilə müəyyənləşdirilir. Və belə deyim, ətin tərkibində olan qidalı maddələri digər məhsullarla əvəz etmək olmaz. Qiymətli heyvan zulalı və yağından əlavə ətin tərkibində mineral maddə, vitamin, duz var. Və o orqanizm üçün vacib olan dəmir, kalsium, kalium, natrium, sink, fosfor, yod kimi mineral maddələrlə zəngindir. Vitamin B-nin geniş kompleksini özündə əks etdirir. Və qidalanmada ətlik malın həm əti, həm də qida üçün yararlı əlavə məhsullarından istifadə edilir. Dil və qaraciyər kimi əlavə məhsullar dad və qidalılığına görə ətdən geri qalmır və bəzi keyfiyyətlərinə görə onu üstələyir. Ətin növü necə müəyyən edilir? Belə ki, ətin mənşəyindən asılı olaraq onun rəngi, iyi, əzələ və piy toxumları, sümüklərin quruluş kimi xüsusiyyətləri dəyişir. Ətin növlərə bölünməsində əsas əlamətlər sayılır. Əlamətlər deyən zaman heyvanın cinsi, yaşı, köklük dərəcəsi və termik vəziyyəti nəzərdə tutulur. Mənşəyi deyən zaman rəng, iyi, əzələ və piy toxuması. Belə ki, qidalanmada geniş istifadə edilən mal, iri buynuzlu heyvan əti və qoyun ətidir. Mal əti heyvanın yaşına görə qruplaşdırılır. Yaşlı inək və öküz əti 3 yaşdan yuxarı. Cavan heyvan əti 3 aydan 3 yaşa qədər. Dana əti 2 həftədən 3 aya qədər. Qoca heyvanların əti tünd, iç beynin rəngi sarı, toxumalarının quruluşu kobud və sıx olur. Yaşlı inək və öküz əti al-qırmızı rəngə malikdir. Ağ və ya sarı rəngdə qalın dəraltı daxili piy qatı ilə xarakterize edilir. Cavan heyvanın əti çəhrayı qırmızıdır. Piy ağ rəngdədir. Nazik dənəvər quruluşa malikdir. Dana əti açıq çəhrayı rəngdədir. Zərifliyi, tez bişməsi, yaxşı həzm olması ilə fərqlənir. 2-10 həftəlik südəmər buzov əti yüksək keyfiyyətli ət hesab olunur. Mal ətindən şorba, borş kimi yeməklərin hazırlanmasında istifadə edilir. Qoyun əti cavan heyvanlarda çəhrayıya çalan açıq qırmızı, qoca heyvanlarda qırmızı kərpiç rəngindədir. Piy ağ rəngdə olur. 1 yaşa qədər qoyunun əti keyfiyyətli qida məhsulu hesab edilir. Yaşı ötmüş heyvanların əti kobuddur. Güclü, spesifik iyə və ya çətin əriyən piy qatına malikdir. Qoyun ətindən milli mətbəximizdə qutab, düşbərə, qovurma, dolma, kebab hazırlanır. Bəs ətin mexanikində emalı nədən ibarətdir? Belə ki, mətbəx bölünməsi qoyun ətində ticarət bölünməsindən fərqlənmir. Qoyun cəmdəyinin orta çəkisi 18-30 kiloqramdır. Sümük, vətər, tullantılar, bölmə zamanı itkilər orta hesabda ətin 28%-ni təşkil edir. Və onun deməli bölünməsi sxem üzrə göstərilmişdir. Hansı ki, boyun, kürək, bel əti, döş əti, arxa ayaqlar olmaqla 5 hissəyə bölünür. Və deməli növə bel və arxa ətraflar aiddir. Belə ət sobada bişirilir, pörtlədilir, qızardılır. Birinci növ, ikinci növ, üçüncü növ ət mövcuddur. Birinci növə düşbərə, kebab, aşqarası, döymə, kotlet kimi yeməklər bişirmək üçün istifadə edilir, aiddir. Bu növə döş və kürək daxildir. İkinci növə deməli bel və arxa ayaqlar, üçüncü növə boyun əti aiddir. İkinci növdə pörtlədilir, qızardılır, aşqarası, kebab, farş, qovurma üçün istifadə edilir. Üçüncü növ adətən farş hazırlamaq üçündür. Bu növdə deməli pörtlədilir, qaynadılır, kotlet və şorbalar, aşqarası bişirilir. Və dondurulmuş ətin donunun açılma qaydası var. Belə ki, ətin donu çox isti şəraitdə açılanda böyük miqdarda şirəkdir, sərtləşir, az qidalı və dadsız olur. Ətin donunu suda açmaq olmaz, çünki tərkibində olan qidalı maddələr suya keçir. Donu açılmış əti təmizləyərkən nazik pərdələr, vətərlər kənarlaşdırılır və ət axar suda yaxşı-yaxşı yuyulur. Yuyulmuş ət lifləri eninə kəsilir.
Adam başına hesablanmış tikələr qızartılmaq üçün mətbəx çəkici ilə döyəclənir. Yumuşaq qatlet kütləsini əldə etmək üçün əti 2 dəfə ət çəkən maşınında keçirib, ona çörək və qızardılmış soğan qatmaq lazımdır. Bu mövzumuzda bu qədər. Diqqətlə qulaq asın. Uğurlar hər kəsə.